Hər vaxtınız xeyir olsun dəyərli dostlar, hər birinizi salamlayıram. Bu günləri Cənubi Səsi televiziyasına Masallı rayon Bulaca qəsəbəsindən Əsgər Mübariz Faziloğlu şikayət məktubu ünvanlamışdı ki, mənim şikayətimi işıqlandırın. Biz də obyektiv olaraq vətəndaşı studiyamıza dəvət eləmişik. Hal-hazırda bizim qonağımızdır. Xoş gəlmişsiniz Mübariz müəllim. Hər vaxtınız xeyir olsun, xoş günlərinizə gələk. Salamlayırıq sizi. Mübariz müəllim, bildiyim qədər sizin hal-hazırda Masallı rayon Dövlət Sosial Müdafiə Fondu ilə və digər hansı qurumdur, probleminiz var? Mən 2004-cü ildən iyun ayından müddətli əlil olmuşam. Hər ildə komissiyadan keçmişəm. 2010-cu ildən komissiya keçmişəm. 2010-cu ildə isə müddətsiz əliləm. 2025-ci ilin sentyabrın 1-nə qədər mən il mənim pensiyam qalxıb, axırıncı dəfə 410 manat pensiya sentyabrın 1-nə qədər almışam. Sentyabrın 1-də mənim pensiyam... Bunu yaşa görə almışsınız da? Yox, onu əlilliyə görə almışam. Əlilliyə görə almışsınız? Əvvəl əlilliyə görə almışam. 50 vəsiqəniz var. Bəli, 50 vəsiqəm var. Sənə olsa göstərin 50 vəsiqəniz. Mənim əlillik vəsiqəmdir. Bu mənim əlillik vəsiqəmdir. Bu da ki... Neçənci ildə təqdim olunub sizə? 2004-də mən pensiya deyəm, əlillik vəsiqəsi 2005-ci ildə təsdiq olunub mənə verildi. Neçənci qrupsuz? İkinci qrup. İkinci qrup. İkinci qrup 50-əm. Aha. 2010-cu ildən də ki, ömürlük müddətsiz ikinci qrup 50-əm. 2025-ci ilin sentyabr ayına qədər də ki, mən həmin pulu almışam və 50 vəsiqəsi ilə ildə də bir dəfə Allah dövlətimizdən razı olsun bizi müalicəyə göndəriblər. İldə bir dəfə də Bakıda, Şağanda, Naftalanda, Möcüzədə müalicə almışam. Bu müddət ərzində həkim müayinəsindən keçirdinizmi? Bu müddət ərzində dəfələrlə həkim müayinəsində olmuşam. Mənim həkimim Vəsalat Əzizoğlu, Kamran Musayevoğlu, Rəşad Mahmudoğlu, Üzeyir Doktoroğlu. Bundan başqa son zamanlar isə mənim həkimim ritmolog Günay Rəhimovadır. Çox gözəl. Mübariz müəllim, hal-hazırda sizi narahat edən məsələ ilə bağlı bir dənə zəhmət olmasa danışın. Hal-hazırda yəni sizin əsas, təbii ki, mən şikayətinizi bilirəm, bizə ünvanlamışsınız, bunu yazılı şəkildə də mən bildirəcəm. Amma konkret sizin hal-hazırda şikayətiniz nədəndir və hansı qurumdandır? Sizi narahat edən məsələlər nədir? Onlarla bağlı danışın zəhmət olmasa. 2025-ci ilin təqribən oktyabr ayında mən bildim ki, mənim 50 pensiyam kəsilir. Təzədən Masallıda Vetkin sədri Rəşid həkimin yanında oldum. Sosial Müdafiə Fondda oldum. Onlar mənə təklif edilər ki, bizdə bir iş yoxdur. Bakıya Nazirliyə müraciət edirəm. Mən də ərizə ilə Nazirliyə müraciət elədim. Onlar da mənə Dövlət Sosial Müdafiə Fonduna müraciət elədim. Oradan mənə həm telefon zəngi gəldi, həm də ki, bildirişlə 17 dekabr saat 10-da əlillərin bərpa mərkəzində olmağımı və komissiyadan keçməyimi bildirdilər. Mən də 17 dekabr 2025-ci ildə əlillər mərkəzində oldum. Saat təqribən 10-dan saat 15-ə qədər, bəlkə də 16-ya qədər müxtəlif həkimlərdə oldum, müxtəlif komissiyalardan keçdim. Keçəndən sonra soruşdum ki, bəs mənim məlumat nə vaxt verəcəksiniz? Mənə dedilər ki, bir ay ərzində sənin məlumat verəcəyik. 2 ay keçdi, məlumat olmadı. Təkrar yenə də əlillər bərpa mərkəzinə getdim 19 fevral 2026-cı ildə. Orada mənə bir şəxs orada qeydiyyat şöbəsində başçılıq edən adam mənə dedi ki, sənin əlilliyin təsdiq olunur, ancaq 15 gün ərzində sənin məlumat verəcəyik. Üstündən 15 yox. 4 ay keçməsinə baxmayaraq heç bir məlumat olmadı. Təkrar mən Masallı heç bir rəsmi sizə məlumat vermədi. Gəlmir, bir-birinə gəlmir. Nə yazılı şəkildə, nə gəlmir. Sonra Masallı rayonunda Vetkin sədri Rəşid doktorun yanında oldu. Bu da mənə kömək elədi. Təkrar mənim üçün onlayn məktub yazdım. Onlayn qeydiyyatından Nazirliyin müavini Samir Şıxev adlı bir şəxslə onlayn danışdım. O da məndən çoxlu sorğu-sual edəndən sonra mənə dedi ki, bəs sənin 10 günə, 15 günə əlilliyin bərpa olacaq, sənin məlumat verəcək. Hal-hazırda da 15 gündən bir ay tamam olub, heç bir məlumat yoxdur. Demək olar ki, hər gündən bir mən Rəşid doktorun yanına gedirəm, onunla söhbətləşirəm, o da deyir ki, heç bir məlumat bizə verilmir. Görəm, mənim məlumat, ona deyirəm ki, bala, sən axı
Betkin masalda sədri sənsən, sən bunu mənim üçün təyin eləməlisən. Siz dediniz, mən getdim, komissiyadan keçdim. Günü bir yürəyincə heç bir cavab yoxdur. Aydındır. Hal-hazırda probleminizlə bağlı müvazinə hansı qurumlardan şikayətlərinizi ünvanladınız? Hal-hazırda həmin qurumların zəhmət olmasa adını çəkin və orada sizi ged-gələ salan adamların da zəhmət olmasa adını çəkin və müraciətinizi qısa formada sonlandırın. Mən bu barədə fevral ayının 13-də hörmətli prezidentimiz İlham Əliyev cənablarından həmin sosial fond müdafiə məmurlarının nazirlərinə yazılı surətdə ərizə ilə müraciət eləmişəm. Əlillik vəsiqəmin kağızın sürətini, başqa nə halında kağızlar var, xəstəlik kağızlarının sürətini çağırtıb, hamısını onlara göndərmişəm. Günü bugündə heç bir cavab ala bilmirəm. Harada gedirəm, deyir, biraz gözlə. Bəlkə Rəşid doktorun yanında günü bugünəcən 50 dəfə olmuşam. Hər gün gəl, getmək 5 manat oyna, bəlkə bir 500 manatın yola pul vermişəm. Nədir mənim təqaüdüm 17 manat qalxacaq. Hal-hazırda 429 manat alıram, olacaq 451 manat. Bəlkə də 441 manat, tam bilmirəm nə qədər olacaq, ancaq bilirəm ki 17 manat qalxacaq. O pensiyandan bu pensiyada fərq olacaq. Aydındır müvazinə. Son olaraq nə demək istəyirsiniz? Bu məsələ ilə bağlı sonla yeşon verək. Son istəyirəm ki, tezliklə mənə cavab gəlsin. Mən də xəstəyəm. Bundan başqa bu 25 il bundan qabaq mənim xəstəliyim ürək bronxanla asma idisə, bu gün mənim xəstəliyim 12 barmaq bağırsağımda, mədəmdə iri yaralar var. Müalicələr alıram. Əlimdə emeritinin cavabları var. Bundan başqa boynumda yırtıq var. Bakıda Medinstitutda Cəmil İskəndərinin yanında olmuşam. Biyolojida Elşən Əhmədli var, nevrocərrah, onların yanında olmuşam. Müalicələr alıram, ay ərzində də heç olmasa 200-253 manat aşması dərmanlara pul verirəm. Aydındır. Arzum odur ki, mənim əlilliyim barpa olunsun, mən öz əlilliyimdən istifadə edeyim, əlillik hüququmdan həmin əlilliklə əlaqədar ildə heç olmasa mən bir dəfə, 2 dəfə müalicəyə gedə bilirim. Aydındır, çox gözəl. Siz sağ olun, çox sağ olun. İzləyicilər, hal-hazırda televiziyamızda Əsgərov Mübariz Faziloğlu idi. Masallı rayon Boradicaq qəsəbəsindən əlilliyinin bərpa olunması ilə bağlı müraciət eləmişdir. Biz də buradan müvafiq qurumlara, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna və onun Masallı rayon təşkilatının rəhbərliyinə və adı çəkilən şəxslərə müraciət edirik ki, Əsgərov Mübariz Faziloğlu'nun məsələsini tezliklə yəqin ki, həll edəcəklər. Məsələdə adı çəkilən şəxslərin mövqeyini dərc eləməyə hazırıq. Bizə elektron postaya və yaxud qaynar xəttimiz olan WhatsApp nömrəmizə göndərə bilərlər. Diqqətiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Sağ olun.